Dünyada da Allah qəlbimizə baxır, bizlə rəftar eləyir, axirətdə də. Axirətdə ancaq baxacaq qəlbində nə var adamın. Yevmə la yenfə'u malun və la bənun. O gün nə mal fayda verər, nə övlad. Quran buyurur. İlla mən ətəllah bi qəlbin səlim. Ancaq pak ürəklə gələnlərdən başqa. Yəni, qiyamətin meyarı ürəklərdir. Allah qəlblərə baxıb cənnətdə yer verəcək, cəhənnəmdə yer verəcək. Hər şey qəlbin vəziyyətinə uyğun təyin ediləcək orada. İnsanın bütün məqamları, yaxşı niyyətlər gizlənən qəlblər, nurani qəlblər, yaxşı arzular olan qəlblər, Allahın sevdiyi qəlblərdir. Allah o qəlblərə nəzər yetirir, insanın özünə, nəslinə təsir göstərir bu. Hər şey dəqiq hesablanır Allahın dərgahında. Özümə və sizə tövsiyəm budur ki, gəlin qəlbimizin keşiyində dayanaq. Qəlb çox mühüm.